Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bugün bu dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr, onlar dilimizi zənginləşdirmir. Və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Yəni, çox dil bilmək yaxşıdır. Mən də onun tərəfdarıyam. Amma xarici dillərdə sən lazım olan vaxtda danış. Amma öz dilimizi biz qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır. Damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermədən damcı-damcı da sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, yaxud da ki, başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək. Ondan sonra dövlətçilik də gedəcək. Ondan sonra Allah eləməsin, ölkəmizdə, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə, bax, Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam şuurlu deyirəm və hamını bu mübarizəyə mən dəvət edirəm.